Sevda xanım, ne qəşəng görsənirsiniz. Qəşəng. Pikanız var. Gəldik, çıxdıq növbəti şəhərimizə. Növbəti ölkəmizə. Biz hal-hazırda Lissabondayıq. Portuqaliyanın şəhəri, paytaxtı. Gözəl hava var. Gözəl hava qarşıladı. İndi təzə gəlmişik də, dedik ki, çörək yeyək, sonra çıxacağıq buraları fəth eləməyə. Lissabonun paralel küçələri. Hələ bu birazdır. Yəni dağ olaraq bizi yuxarı qalxmaqda. Bundan da hündür küçələr var. Hansı ki bizi yuxarı bir dağa qalxır. Yoxuşları çox. Həmişə sən deyirdin Lissabonun paralel küçələri. Lissabonun paralel küçələri. Bu sənin neçənci səfərindir bura? 5-ci? Ya 4 ya 5. Amma mən sevirəm bu şəhəri. Bilirəm sevirəm. Hətta telefonumun fonunda da burada paralel küçələr qırmızı Özü gör mən nə qədər gəlmişəm hər dəfələrlə bura qayıdıram. İnşallah biz də səninlə bura qayıdacağıq. Sən də sevəcəksən. Hələ düzdür, hiss eləməmisən o abu havanı. İndi inşallah ilk fadodan sonra mən düşünürəm ki, sən vurulacaqsan bu şəhərə. Bu məşhur kanal bilirsiniz də. Artıq fəaliyyətini dayandırıb. Çünki yaxın 6 ay ərzində hadisəsi olduğu üçün hal-hazırda bu kanal işləyir. Deməli Zakirdir ki, mən Lissabonu ona görə sevirəm ki, o Avropa ölkələri arasında ən qıraqda qalan bir ölkədir. Portuqaliya. Ona görə mən buranı çox sevirəm ki, çox kənardadır. Ümumiyyətlə mən taverna stilində olan kafeleri sevirəm və oradakı fado səslənən o musiqi və s. Mütləq biz onu dinləməyə getməliyik ya. Günümüzdə var. Hər axşam 19:30-da var. Əla, super. Onu dinləmək istəyirəm. Tavernada. Bak, oğlan güzeldir. Utilizadores de conversa, receba nosso link no WhatsApp. Todas as novidades e promoções semanalmente no teu telemóvel. O anası, bu da balası. Çok yakından çizim. O taşların hiçbiri birbirine bitiştirilmiyor da. Üst-üste koyulur sadece. Sevda xanım, tapdım bu tramvayı. Ben bu tramvayı aktarırdım. Paralel küçədən getdik.